Salam hər kəsə. 3 növ güclü fənər göstərmək istəyirəm. Bu hal-hazırda ən zəifidir. Yəni sıralı olaraq zəif, orta, güclünü təqdim edəcəm. Bu zəif olandır səhifəmizdə. Normaldır. Yəni 1 saat enerji saxlayır. Tam şarj etdikdən sonra yandakı LED-i də var. Buradan isə özünüz şarj edib yenidən istifadə edə bilərsiniz. Növbəti fənər. Bu isə əvvəlki modeldən nisbətən güclü metal korpus 2000 lümen işıqlandırma gücü təxmini olaraq 1000 lümen deyək. 2000 mAh bateriyasıdır. Arxa hissəsində Type-C şarj girişi var. Tam şarj etdikdən sonra 2 saat ərzində rahat istifadə etmək olur və zoomlu bir modeldir. 200 metr vurma məsafəsidir. Digər güclü modeli isə Soferin i30 modeli 6500 mAh bateriyaya malikdir. Avtomatik kilit rejimi var. Bu qaydada kilitdən çıxarırıq. Tam şarj etdikdən sonra ekonom rejimdə 60 saat, güclü rejimdə isə orta rejimlərdə 6, 7, 8 saat, güclü rejimdə 2 saat, yəni turbo rejimdən söhbət gedir. Arxa hissəsindəki yerindən isə Type-C şarj giriş yeri yerləşir. Buradan rahatlıqla fənərin özünü şarj edə bilirsiniz. Buradan. Və suya da davamlıdır. Yağışlı günlərdə rahatlıqla istifadə etmək olar. Aktivləşdirmək üçün isə düyməni sağ istiqamətdə fırladırıb aktivləşdiririk. Düyməni sıxıb saxladıqda hansı sonuncu dəfə rejimdə, yəni yaxın və ya uzaq rejimdədirsə, həmin LED-lər aktivləşir. Bu qaydada gücünü artırıb, bu qaydada gücünü azaldırsınız. Düyməni ortada sıxıb saxladıqda hər ikisi rejimə ilə də işə düşür. Düyməni yenə sıxıb saxladıqda mərkəzdəki LED-i sönür. Yaycı işıqlanması ətrafı işıqlandırmaq üçün kifayət qədər bəs edir. Hal-hazırda otağı kifayət qədər güclü işıqlandırmaya malikdir. Məhsulun profildə sifariş linki var. Daxil olaraq bir market üzərindən rahatlıqla sifariş edə bilərsiniz. Full metal korpusdur. Ambardan isə yaxınlaşıb nisbətən endirimli qiymətlə əldə edə bilərsiniz.